Salam əziz şagirdlər, bugünkü mövzumuz xloroplastın quruluşudur. Xloroplast iki membranlı orqanoiddir. Onun xarici və daxili membranı var. Bu xarici membran, bu isə daxili membrandır. Və xloroplastın içərisində yastı kisəciklər şəklində olan bir daha membran sistemi var. Bu isə tilakoid adlanır. Tilakoidlər üst-üstə düzülərək qranum adı verilən bir quruluşu əmələ gətirir. Qranumlar da bir-birinə ara lamellər vasitəsilə bağlıdır. Baxın, buradakı qranum digər qranuma ara lamellə bağlı olur. Tilakoid membranın üzərində xlorofil pigmenti olduğuna görə buradakı qranumlar baxın yaşıl rəngdədir. Bu dairəvi üst-üstə düzəlmiş, belə düzülmüş şəkildə olan yastı hissələr həmin o qranumlardır. Tilakoiddə o formanı verən qranumlardır. Və yadımızda saxlayaq ki, fotosintezin işığa bağlı reaksiyaları qranumda gedir, həmin bu hissədə, amma işıqsız qaranlıqda olan reaksiyaları isə stromada baş verir. Stroma bəs nədir? Stroma xloroplastın elə bil ki, qranumların arasını dolduran rəngsiz bir mayedir. Yəni, belə başa düşək ki, xloroplastın sitoplazmasıdır bu stroma. Bu mayenin içərisində biz nişasta dənələrini görə bilərik, daha sonra dentini görə bilərik, daha sonra ribosom görə bilərik, həmçinin lipid və digər fotosintezin fermentlərini görə bilərik. Xloroplast əsasən daha çox yarpaqlarda çox olur və bitki yarpağında biz öncəki dərslərdə qeyd etmişdik ki, stumvari, süngərvari toxumada və stomada, yəni ağızcıq hüceyrələrində də xloroplastlar olur və bu hüceyrələrdə fotosintez prosesi həyata keçirilir, amma digər epidermis hüceyrələri və ötürücü toxumanın hüceyrələri və yaxud da damarları, ksilem və floemdə isə xloroplast olmadığından burada fotosintez prosesi həyata keçirilmir.